Salam, hər vaxtınız xeyir olsun. Şəxsiz cümlələr mövzusunun izahı ilə davam edirik. Test toplu, Azərbaycan dilinin test toplusudur bu. İkinci hissədir. Bütün variantların niyə doğru, niyə yanlış olmağına baxacağıq. İlk öncə onu deyim ki, kanala abunə olmağı və videonu bəyənməyi, şərh bildirməyi unutmayın. Öncədən hər birinizə təşəkkür edirəm. Başlayaq. Biri ikinci dərəcəli üzvləri olmayan şəxsiz cümlədir deyir. İkinci dərəcəli üzvlər olmasın, özü də şəxsiz cümlə olsun. İndi belələrinə az təsadüf edilir. Təsadüf edilir xəbərdir. Və belələrinə tamamlığı var burada. Belə eləyək də biz ikinci dərəcəli üzvlər olan variantları çıxaq. İclasda var burada yer zərfliyi və keçdik bu variantın üzərindən. Görünür ara söz getmək vaxtıdır. Getmək vaxtı idi, xəbərdir və mübtəda tələb etməyən cümlədir. İkinci dərəcəli cümlə üzvü də yoxdur burada. Ona görə də C variantı, yəni şəxsiz cümlədir. İkinci dərəcəli üzvü də yoxdur bu cümlədə. İnsana yalan danışmaq yaraşmaz. Kimə? İnsana. İkinci dərəcəli üzv var burada. Kimə yaraşmaz? İnsana yaraşmaz. Ona görə də keçdik variantın üzərinə. Haykü edənlərdən xoşum gəlmir. Kimlərdən xoşum gəlmir? Haykü edənlərdən. Tamamlıq var cümlədə. Ona görə bu variantı keçirik. Keçirik ikinci sualımıza. Biri şəxsiz cümlədir. Qəfildən Zümrüd müəllimənin qapısı döyüldü. Döyüldü xəbər. Nə döyüldü? Zümrüd müəllimənin qapısı. Hamısı birlikdə mübtəda və müəyyən şəxsli cümlə oldu bu variant. İndi keçirik B variantına. Eldar şamı yandırıb. Kim yandırıb? Eldar. Mübtəda var cümlədə. Müəyyən şəxsli cümlə. Nərgizin dediyi kitabı axtarmaq başladı. Yenə də Eldar. Və keçdik bu cümlənin də üzərinə, çünki müəyyən şəxslidir. Günel atasına kömək edirdi. Kim? Günel. Müəyyən şəxsli cümlədir bu cümlədə. Eldar şamına yalnız Azərbaycanda təsadüf edilir. Təsadüf edilir xəbər. Deməli, şəxsiz cümlədir. Təsadüf edilir. Harada təsadüf edilir? Azərbaycanda təsadüf edilir. Bu yer zərfliyi. Nəyə təsadüf edilir? Eldar şamına tamamlıq. Özür istəyirəm. Eldar şamına oldu tamamlıq. Yalnız bu da ədatdır. Deməli cavabımız bu variantda elə şəxsiz cümlədir. Yəni onu lazım idi bizə. Murovun zirvəsindəki buludlar yavaş-yavaş dağılırdı. Dağılırdı nə? Buludlar. Bu müəyyən şəxsiz cümlə olduğu üçün bu variantın üzərindən keçdik. Üçüncü suala baxaq. Elmin deyir şəxsiz cümlənin müəyyənidir. Elmin gücünə tərəqqi etmək həmişə mümkündür. Elmin gücünə tərəqqi etmək həmişə mümkündür. Mümkündür. Xəbər. Nə mümkündür? Elmin gücünə tərəqqi etmək. Deməli, burada hamısı birlikdə məsdər tərkibi və mübtəda vəzifəsindədir. Deməli, müəyyən şəxsli cümlədir bu. Az da, çox da, aza da, çoxa da qane olarlar. Bu, qeyri-müəyyən şəxsli cümlədir. Yox, üzr istəyirəm, ümumi şəxsli cümlədir. Fikir hamıya aiddir. Ona görə də bu variantın üzərini keçirik. Bizə şəxsiz lazımdır. Çaya çatmamış, çırmalanma. Təkcə sən yox, hər kəsə aid olan bir fikir olduğuna görə bu da keçirik. Bunun variantının üzərinə keçirik. Şahbaz sənə arxayın ola bilər. Şahbaz sənə arxayın ola bilərəmmi? Və baxırıq görək ki, kim arxayın ola bilər? Mən. Yəni konkret mübtəda istəyir bu cümlə. Ona görə də bu sayılır müəyyən şəxsli cümlə. Qəbələ mehmanxanasında bizə çox yaxşı xidmət göstərildi. Xidmət göstərildi harada? Qəbələ restoranında yer zərfliyi. Ondan sonra bizə tamamlıq burada və necə xidmət göstərildi? Yaxşı, tərzi hərəkət zərfliyi və şəxsiz cümlədir bu cümlə. Ona görə də Y variantını qeyd elədik. Dördüncü sualla davam edirik. Şəxsiz cümləni müəyyən edin deyir. Ağacları budamaq vaxtı idi. Ağacları budamaq məsdər tərkibi kimi baxaq buna. Və bu da özü aslı tərəf kimi iştirak edir. İsmi birləşməyə aslı tərəf. Ağacları budamağın vaxtı idi. Hamısı birlikdə oldu nə? Bu xəbər və mübtəda da tələb eləmir. Deməli, elə şəxsi cümlə A variantı özüdür. Bu işi sabaha saxlamayın. Kim saxlamasın? Siz saxlamayın. Mübtəda tələb eləyir. Müəyyən şəxsli cümlədir. Dağların zirvəsi dumana büründü. Hara? Dağların zirvəsi müəyyən şəxsli cümlədir. Mübtəda var. Səhərə qədər müzakirə davam etdirildi. Nə davam etdirildi? Müzakirə. Mübtəda var cümlədə. Müəyyən şəxsli cümlədir. Adam ayağını yorğanına görə uzadar. Kim? Adam. Deməli, bu nədir? Müəyyən şəxsli cümlədir. Mübtəda var bu cümlədə. Və cavabımız oldu A variantı. 5-ci sualla
Davam edirik. Şəxsi cümləni müəyyən edin deyir. Qara qıvrım saçları gözlərinin parıltısını daha da artırırdı. Nə artırırdı? Saçları. Deməli, mübtəda var bu cümlədə. Mübtəda varsa bu müəyyən şəxsi cümlədir. Bir şeyə qərar verəndə gərək tələsməyəsən. Təkcə sən yox, hər kəsə aid olan bir fikirdir bu. Və bu da ümumi şəxsli cümlədir. Möhtərəm hakim, artıq gecdir. Gecdir. Bir dənə xəbər var bu cümlədə. Başqa cümlə özlüyü yoxdur. Və bu şəxsi cümlədir. Möhtərəm hakim xitabdır. Artıq da ədatdır. Ona görə də cavabımız elə C variantı olacaq. Bizə məktub göndərdilər. Kim göndər? Onlar göndər. Yəni bir qrup adam göndərdi və yaxud da onlar mübtədası artırıq dəyər verənə. Yəni qeyri-müəyyən şəxsli cümlə olacaq bu D variantı. Dəniz tərəfdən sərin meh əsirdi. Nə əsirdi? Meh əsirdi. Mübtəda varsa bu müəyyən şəxsli cümlə hesab olunacaq. 5-ci sualda C variantı oldu. 6-cı sualla davam edirik. Şəxsi cümlənin xəbəri neçinci şəxsə olur? 3-cü şəxsin təkində B variantını birbaşa dairə edirik. Keçirik 7-ci. Şəxsi cümləni müəyyən edin. Meşəyə boğuq bir gürültü yayıldı. Nə yayıldı? Gürültü müəyyən şəxsli cümlədir. Onu ucqar bir kəndə poçtalan göndərdilər. Kim? Onlar göndərdi. Bu da qeyri-müəyyən şəxsli cümlədir. Ertəsi günü araba qoşdular. Kim? Onlar qoşdu. Bu deməli qeyri-müəyyən şəxsli cümlədir. Hər deyilənə inanmazlar. Bu da ümumi şəxsli cümlədir. Əhmədin sənədlərinə daha çox diqqət yetirildi. Diqqət yetirildi xəbərdir və mübtədada tələb eləmir, yoxdur cümlədə mübtəda. Biri şəxsli cümlədir 8. Səhərin açılmağını gözləyirdik. Kim? Biz. Bu müəyyən şəxsli cümlədir. Adamı adam arasında pərt etməzlər. Bu da ümumi şəxsli cümlədir. Sizinlə görüşmək, dərdləşmək istəyirlər. Kim? Onlar. Bu da qeyri-müəyyən şəxsli cümlədir. Əkinçinin zəhmətinə qiymət verilməlidir. Cavab budur elə. Qiymət verilməlidir xəbər və mübtəda da tələb etmir. Ona görə də D variantını işarə edirik şəxsi cümlə kimi. Yaşamaq yanmaqdır. Yanmaqdır xəbər. Nədir? Yanmaq, yaşamaq. Bu da müəyyən şəxsi cümlədir. Şəxsi cümləni müəyyən edin. 9-a baxırıq. Ramizə xəbərdarlıq edildi. Xəbərdarlıq edildi xəbər. Ona görə də elə mübtəda tələb etmədiyini görə A variantını cavab kimi qeyd edirik. Üzümçülər xeyli əziyyət çəkmişdilər. Kim? Üzümçülər mübtədadır və müəyyən şəxsli cümlədir bu. Qalibləri mükafatlandırdılar. Kimi qalibləri? Kim mükafatlandırdı? Onlar. Bu da qeyri-müəyyən şəxsli cümlədir. Atası oğluna velosiped aldı. Kim? Atası mübtədadır və müəyyən şəxsli cümlədir bu. Valideynlərin çoxu müəllimdən razı qaldı. Kim? Valideynlərin çoxu mübtədadır və müəyyən şəxsli cümlədir bu variantda. Keçdik 10-cu suala. Şəxssiz cümləni müəyyən edindir. Şəxssiz. Tahirzadə ondan razı qalmadı. Kim? Tahirzadə mübtədadır və müəyyən şəxsli cümlədir bu. Ondan sonra ağıllı adamlar sel gəldiyi zaman evdən çıxmazlar. Kim çıxmaz? Ağıllı adamlar çıxmaz və müəyyən şəxsli cümlə hesab olunur bu. Müəyyən mübtədası var. Bura məncə çox səliqəlidir. Səliqəlidir hara? Bura. Bu da müəyyən şəxsli cümlədir, çünki mübtədası var. Yazığı sabahdan axşamadək işlədirdilər. Kim? Onlar və bu qeyri-müəyyən şəxsli cümlə nümunəsidir. Şəhərdə atəşfəşanlıqdır. Atəşfəşanlıqdır xəbərdir və mübtəda tələb eləmir. Şəhərdə də yer zərfliyidir. Cavab da elə bu Y variantıdır 10-cu sualda. 11-ə keçirik. Şəxsiz cümləni müəyyən edin. Şəxsiz cümlə. Deməli, deyir ki, o sözün düzünü deməyə çəkinirdi. Kim? O müəyyən şəxsli cümlədir və mübtəda var burada. Ona görə keçdik variantın üzərinə. Vilayət mərkəzindən gələnləri səhər tezdən yola saldılar. Kim? Yola saldı? Onlar və bu qeyri-müəyyən şəxsli cümlə hesab olunur. Fotomüxbirlərin gəlişi Boranlının tarixində nadir hadisə idi. Nə idi nadir hadisə? Hadisə idi nə? Fotomüxbirlərin gəlişi müəyyən şəxsli cümlədir. Bu mübtəda var çünki 53-cü ilin martı idi. 53-cü ilin martı idi. Bəli, götürə bilərik. 53-cü ilin martı. Hamısı birlikdə xəbər və mübtəda da tələb etmir bu cümlə. Nayman ana yuvasından hürküdülmüş quş kimi düzdə vurnuxurdu. Kim? Nayman ana. Müəyyən şəxsli cümlədir bu. Ona görə keçdik. Şəxsi cümləni müəyyən edin deyir. Deyir ki, onu direktorun yanına aparın. Kim aparsın? Siz aparın. Mübtəda tələb edir və bu sayılır müəyyən şəxsli cümlə. Hamı narahat idi. Kim? Hamı. Bu da müəyyən şəxsli cümlədir. Adama çox söz deyərlər. Bu ümumi şəxsli cümlədir. Yəni hər kəsə aiddir ki, adama çox söz deyərlər. Təkcə sənə yox, təkcə onlara yox, hamıya. Ona görə bu variantda keçirik. Oyunun başlanmasına az qalıb.
Budur cavabımız. Oyunun başlanması az qalıb xəbər. Nəyə az qalıb? Oyunun başlanmasına tamamlıqdır və mübtəda tələb etməyən şəxssiz cümlədir bu. Cavabı qeyd eləyək. Bayaqdan sizi gözləyirəm. Kim gözləyir? Mən gözləyirəm. Bu müəyyən şəxsi cümlədir, çünki konkret mübtəda tələb edir. 13-cü suala baxırıq. Şəxssiz cümləni müəyyən edin. Çoxları cavab verməli olacaq. Çoxları cavab verməli. Cavab verməli olacaq deyir. Kim? Çoxları mübtədadır da. Keçdik, müəyyən şəxsli cümlədir. Hamı bahar fəslini sevir. Kim? Hamı müəyyən şəxsli cümlədir. Bu da indi bu məsələ müxtəlif cür yanaşılır bu məsələyə. Deməli, burada cavab elə bu olacaq. Yanaşılır. Mübtəda fikirləşə bilmirik. Nədir ki, bu cümlədə mübtəda var. Ona görə bu şəxsiz cümlədir. Bu qələbəyə qəlbən sevinirik. Kim? Biz sevinirik. Mübtəda tələb edir və müəyyən şəxsli cümlə hesab olunur. Xeyir işi ləngitməzlər. Kim? Bu kim yox. Ümumi şəxsiz cümlədir. Fikir hamıya aid olduğuna görə. Ona görə bu variantın da üzərindən keçdik. 14-cü suala baxırıq. Şəxsiz cümləni müəyyən edin deyir. Dəmiri isti-isti döyərlər. Bu da atalar sözü kimidir və fikir hamıya aiddir. Ona görə də ümumi şəxsli cümlədir. Bu çoban yastığı ən rəngli gözəl bir çiçəkdir. Nə? Çoban yastığı və bu müəyyən şəxsli cümlədir, çünki mübtədası var burada. Məktəbin dəhlizində sakitlikdir. Bu deməli şəxsi cümlə nümunəsinə oxşayır. Sakitlikdir. Baxaq birinci xəbərimizə. Nə sakitlikdir? Hara sakitlikdir? Kim sakitlikdir? Alınmır. Mübtəda yoxdur cümlədə. Təsəvvür də etmək olmur. Ona görə də bu cümlə şəxsi cümlədir. Mütaliə insanın dünya görüşünü artırır. Nə? Mütaliə, mübtəda var və müəyyən şəxsi cümlə hesab olunur. Bu dan yeri qızarmışdı. Nə qızarmışdı? Dan yeri. Bu mübtədası var deyənə müəyyən şəxsli cümlədir. Bu 15-ci suala baxırıq. Şəxsi cümlə haqqında fikirlərdən biri səhvdir deyir. Baxaq, xəbər yalnız üçüncü şəxsin təkində olur. Bəli, üçüncü şəxsin təkində olur yalnız. Bu doğru cavab olduğuna görə keçirik. Mübtədası olmur və təsəvvür edilməsi də qeyri-mümkündür, doğrudur. Yalnız ismi xəbərli olur, feili xəbərli də olur. Məsələn, bu yerlərdə şaxtaya təsadüf edilir. Şəxs feili xəbər oldu. Ona görə də C variantını qeyd edirik. Xəbəri söz birləşməsi ilə ifadə oluna bilər. Bəli, ifadə oluna bilər. Ona görə sadə cümlənin şəxsə görə növlərindən biridir. Şəxsi görünövlərindən biridir. 16-cı suala baxırıq. Biri şəxsiz cümlədir. Deyir, tələbəni yoxlamaq üçün tapşırıq verdi. Kim verdi? O verdi. Yəni, konkret mübtəda tələb edir. Və bu sayılır nə? Müəyyən şəxsli cümlə. Bizə isə şəxsiz cümlə lazımdır. Uşaqlıqdan ona tanış olan yerləri təkrar gəzdikcə qəlbində qəribə duyğular oyanırdı. Nə oyanırdı? Duyğular. Mübtəda var, cümlədir? Var. Deməli, bu müəyyən şəxsli cümlədir. Keçdik. Şəhərin ən gözəl görməli yerlərini gəzib dolaşdı. Kim dolaşdı? O. Konkret mübtəda tələb edir cümlə. Bu şəxsiz ola bilməz. Evin bütün oymalı qapıları küknar ağacından hazırlanmışdı. Nə hazırlanmışdı? Evin qapıları hamısı birlikdə mübtəda olacaq. Və bu sayılacaq müəyyən şəxsli cümlə. İstanbulun tarixi abidələrini görəndə Arifin ağzı açıla qalmışdı. Arifin ağzı açıla qalmışdı, hamısı birlikdə xəbərdir və bu mübtəda tələb eləməyən bir xəbərdir. Təsəvvür də etmək olmur. Şəxsiz cümlə nümunəsi kimi qeyd eləyək bunu. 17-ci suala baxırıq. Hansılar şəxsiz cümlədir deyir. Həsəngilin məhəlləsində bərk vurha vurdu. Deməli, biri vurdu. Harada vurha vurdu? Vurha vurdu xəbərdir və mübtəda nə vurha vurdu? Kim vurha vurdu? Hara vurha vurdu? Alınmır da, yəni ona görə biri qeyd elədik şəxsiz cümlə kimi. Sonra 2-yə baxırıq. Südü aparıb qonşumuz Həsənə verdim. Kim verdi? Mən verdim. Və mən yaza bilirəm deyən, yəni mübtəda yaza bilirəmsə bu cümlədə bu müəyyən şəxsi cümlə hesab olunur. Şaxtalı, çovğunlu bir qış günü idi. Deməli, qış günü idi xəbərdir. Və bu nə qış günü idi, kim qış günü idi alınmır və yəni bu da şəxsi cümlə nümunəsidir. Qeyd eləyək. Deyir, kəhər qulaqlarını şəkləmişdi. Nə kəhər? Mübtəda var deyənə müəyyən şəxsi cümlədir. Keçirik. Acı bibəri qurd yeməz. Nə yeməz? Yeməz xəbər. Nə yeməz? Qurd. Mübtəda var, ona görə müəyyən şəxsli cümlədir burada. Onun belə işlərini heç acığım tutmazdı. Acığım tutmazdı xəbər. Nə acığım tutmazdı? Kimə acığım tutmazdı? Hara acığım tutmazdı? Alınmır və bu da sayılır. Şəxsiz cümlə nümunəsi 1-3-6 cavabını qeyd elədik A variantında. 18-ci suala baxırıq. Şəxsiz cümlə hesab etmək olmaz deyir. Şəxsiz cümlə hesab olunur. Atamın belə tez gələcəyini bilmirdim. Kim bilmir? Mən bilmirdim. Deməli, bu müəyyən şəxsi cümlədir, şəxsiz deyil. Sanki gözünə bir ovuc duz tökdülər. Bu sanki var burada və kim tökdü? Onlar tökdü. Bu qeyri-müəyyən şəxsli cümlə nümunəsidir. İkini də qeyd edirik buradan. May ayının axırları idi.
Bu şəxsi cümlədir. Mayanın axırları hamısı xəbərdir və mübtəda tələb etmir bu cümlə. Ona görə şəxsi cümlə olmasın deyir də. Ona görə diqqət eləyək ona. Səhərə az qalıb, qalıb xəbər, nə qalıb, kim qalıb, hara qalıb alınmır. Bu şəxsi cümlədir, keçdik. Deyir ki, hər ay oğluna xərclik göndərərdi. Kim o? Mübtəda artıra bilirəmmi? Bilirəm. Deməli, bu şəxsi cümlə deyil, müəyyən şəxsi cümlədir. 5-i də qeyd edirəm buradan. 1, 2, 5 cavabı buradadır. Rəisin tapşırığına əməl edildi. Əməl edildi xəbərdir. Nə əməl edildi, kimə əməl edildi və hara əməl edildi. Alınmır bu sualları vermək xəbərə, ona görə də şəxsi cümlədir 6-cıda. Keçdik 19-cu suala. Şəxsi cümlələri müəyyən edin deyir 19-cu sualda. Baxaraq görək, sevincimdən qanal açıb uçmaq istədiyim günlərdən biri idi. Qanal açıb uçmaq istədiyim günlərdən biridir. Deməli, götürək bunlar xəbər və mübtəda alınmır. Yəni təsəvvür etmək mümkün deyil. Ona görə biri qeyd edirik şəxsi cümlə kimi. Evdə oturduğum daha bəsdir. Bəsdir. Nə bəsdir? Nə bəsdir? Evdə oturduğumuz daha doğrusu mübtəda var və müəyyən şəxsi cümlə nümunəsi sayılır bu. Ceyran xanım sürgündən qaydanda Novruz bayramı ərəfəsi idi. Bu şəxsiz cümlə nümunəsi kimi uyğun gəlir. Ceyran xanım sürgündən qaydanda Novruz bayramı ərəfəsi idi. Baxın, Novruz bayramı ərəfəsi idi xəbərdir və bu 3 dənə sual vermək olmur. Kim, nə, hara sualını vermək olmur bu xəbərə. Ona görə bu şəxsiz cümlə kimi bu cümləni biz qeyd edirik. 4-ə baxırıq. Mənim sənin bu inadkarlığından xoşum gəlmir. Mənim sözü var burada, bir də xoşum var burada. Hamısı birlikdə, yəni cümlə bütövlükdə xəbərdən ibarətdir və suallar da alınmır, yəni kim, nə, hara suallar alınmır. Yəni bu cümlədə elə şəxsiz cümlə nümunəsidir və 1, 3, 4 cavabını qeyd, 5-ə də baxaq. Verilən sözə əməl edərlər. Bu hamıya aid olan bir fikirdir və ümumi şəxsli cümlə deyərlik biz buna. Oldu 1, 3 və 4. Keçdik 20-ci suala. Deyir ki, şəxsiz cümlələri müəyyən edin deyir. Toy evində qarışıqlıq idi. Qarışıqlıq idi. Nə qarışıqlıq idi? Hara qarışıqlıq idi? Alınmır. Deməli, bu bir şəxsi cümlənin biri bu. Kitabları aparıb Həsən müəllimə verdim. Kim verdi? Mən verdim. Ona görə bu müəyyən şəxsi cümlə sayılır. Şaxtanın qılınc kimi kəsdiyi gecələrdən biridir. Bəli, biri də budur. Şaxtanın kəsdiyi gecələrdən biri. Hamısı xəbərdir. Cümlə başdan ayağa hamısı xəbərdir və mübtəda da təsəvvür etmək olmur. Bu cümlə üçün 3-ü qeyd eləyək. Evdən çıxıb məktəbə gedəndə yağış yağmırdı. Nə yağmırdı? Yağış. Mübtəda var cümlədə və müəyyən şəxsli cümlə hesab olunur. 1-3-ü buradan qeyd eləmişik. O tərəfdəkilərə baxaq. Ağır ayaq baş əyər. Ağır ayaq baş əyər. Əyər xəbər. Nə əyər? Baş. Yox, üzr istəyirəm. Əyər nə? Ayaq əyər də. Başdakı tamlıq. Bu mübtədası var deyən müəyyən şəxsi cümlə hesab olunar. Oğlumun bəzi hərəkətlərinə acığım tuturdu. Oğlumun hərəkətlərinə acığım tuturdu burada olacaq xəbər və 3 sual alınmayacaq buna. Bu da şəxsi cümlə nümunəsidir. Oldu 1, 3 və 6. Keçdik 21-ci və sonuncu suala. Şəxsi cümlələri müəyyən edin deyir. Səninlə fəxr edirəm Azərbaycan. Kim fəxr edirəm? Kim fəxr edir? Mən. Müəyyən şəxsli cümlədir bu. Sabah tələbə dostlarımızdan birinin ad günüdür. Dostlarımızdan birinin ad günü. Və bu cümlədə deməli tələbə dostlarımızdan birinin ad günü. Hamısı xəbərdir və bu cümlədə mübtəda təsəvvür etmək mümkün deyil. Ona görə elə 2-ni qeyd edirik cavab kimi. İstidən cavan bir oğlanın ürəyi getmişdi. Deməli, baxırıq. Ürəyi getmək frazolojidir. Oğlanın ürəyi. Oğlanın ürəyi getmişdi, hamısı olacaq söz birləşməsi kimi, yəni belə frazoloji tərkibinə daxil olur. Oğlanın ürəyi getmişdi xəbər. Mübtəda da təsəvvür etmək olmur. Ona görə 3-ü də qeyd edirik elə bu cavablarımızın birində. Vətən uğrunda şəhid olanlar unudulmur. Kim unudulmur? Vətən uğrunda şəhid olanlar. Fe'li sifət tərkibi kimi bu cümlə sayılır müəyyən şəxsli cümlə. İclasda bu məsələyə toxunulmadı. Toxunulmadı. Nə toxunulmadı? Kim toxunulmadı? Hara toxunulmadı? Alınmır bu suallar. Yəni mübtəda təsəvvür etmək olmur bu cümlə üçün. Ona görə olur bu sualda 21-ci sualda 2, 3 və 5 cavablarını qeyd etdik. İzahımız bu qədər. İzahı bəyəndinizsə videonu bəyənməyi və
Kanala abunə olmağı, şərh bildirməyi unutmayın. Növbəti izahlarda görüşənədək sağ olun.